LS Türk Soru Bankasından atış hərəkətləri sərbəst düşmə mövzusunda test 18-in izahlarına baxacağıq. Sürtünmələrin önəmsənmədiyi bir ortamda bəlli bir yüksəklikdən sərbəst buraxılan cisim yerə 4 saniyədə çarpıyor. Buna görə cismi yerə çarpma hızının böyüklüyünü tapın. Baxın, sərbəst düşürsə cisim, mütləq başlanğıc sürət 0 olmalıdır. Bu məsələlərin həllində biz həmişə V0'ı 0 qəbul edəcəyik. Cisim yerə doğru atılanda, sərbəst buraxılanda, yer onu cəzb etdiyindən yeniləşən hərəkət eləyəcək. Onda yeniləşən hərəkət üçün düsturumuzu yazsaq V bərabərdir V0 plus JT. Mən də başlanğıc sürətimi sərbəst düşünə görə 0 qəbul etdim. Olacaq JT. Yəni V JT-yə bərabərdir. Deyir 4 saniyə sonra yerə çarpır. T 4, J'ni də verib 10. 4 vurulsun 10 bizə verəcək 40 metr bölü saniyə sürətlə yerə çatacaqdır. Baxaq 2-yə. Sürtünmələrin önəmsənmədiyi bir ortamda H hündürlüyündən sərbəst buraxılan cisim, yenə V0'ı 0 qəbul edirəm. Yerə 50 metr bölü saniyə sürətlə dəyir. Ona görə cisim yerə neçə saniyədə çatıb? Yenə V0 plus JT-dən V0 sıfıra gedir, qalır JT. J'nin yerinə yazıram 10. Burada verilib. T'ni məndən soruşur. Bərabər eləyirəm 50-yə. Buradan T'ni tapıram ki, nə qədər eləyir? 5 saniyə sonra cisim yerə dəyir. 3-ə baxaq. Sürtünmələrin önəmsənmədiyi bir ortamda T bərabərdir 0 anında K nöqtəsindən sərbəst buraxılan cisim T1 anında L nöqtəsindən keçir. Baxın, K'dan L-ə T1 zaman anında gəlir. K'dan M-ə isə T2 anında gəlir. Buna görə T1 bölünsün T2 nisbətin tapın. Baxaq. Yenə başlanğıc sürət yoxdur. İndi bu cisim görürsünüz, V0 bərabərdir 0 sürətdən sürəti nə qədər olur? 20 metr bölü saniyə olur. Yenə JT-dən V-ni yerinə 20, J-ni yerinə 10, T-ni soruşur məndən. Bura T1 yazaq. T1 bərabər olur nəyə? 2-yə. Deməli, cisim K'dan L-ə 2 saniyəyə gəlir. İndi K'dan M-ə gəlinə baxaq. K'dan M-ə T2 vaxtında gəlir, düzdürmü? V0 bərabərdir 0-dan sürəti neçə olur? 60 metr bölü saniyə qədər artır. Onda V bərabərdir JT2-dən verilənləri qoyaq yerinə. Sürətim 60, J'm 10, T2 olacaq buradan 6. Deməli, K'dan M-ə 6 saniyə ərzində gəlib. İndi T1-in T2-yə nisbətini soruşur məndən. T1-im 2, T2-im 6. İxtisar gedir, qalır 3-də 1. Olur A variantı. Baxaq 4-ə. Bir cisim 180 metr yüksəklikdən sərbəst buraxılır. Sürtünmələrin önəmsənmədiyinə görə cisim neçə saniyədə yerə düşər? Baxın, cisim 180 metr yüksəklikdən V0 başlanğıc sürətsiz atılır. Deyir, neçə saniyə sonra yerə düşür. Bunun üçün sərbəst düşmək üçün biz hündürlük düsturunu yazırıq. H bərabərdir JT kvadrat bölü 2. Buradan T-mi tapıram. 2H bölünsün J-yə. Gəlin verilənləri qoyaq yerinə. 2 vurulsun 180 bölünsün 10. Kök altında 36. Buradan da 6 çıxır. Olur Y variantı. 6 saniyə sonra yerə çatacaqdır. İndi baxaq 5-ə. Cisim 125 metr yüksəklikdən sərbəst buraxılır. Sürtünmələr önəmsənmədiyinə görə yerə hansı sürətlə gəlib çatacaq? Gəlin tapaq. Yenə cisim sərbəst düşür. Tez V0'ımı 0 qəbul edirəm. Baxaq. Yerdən hansı metr hündürlükdən sərbəst buraxılır? 125 metr. Sərbəst düşmə zamanı hündürlük düsturumuzu yazaq. Görək, neçə saniyə sonra cisim yerə gəlib çatacaq. H bərabərdir JT kvadrat bölü 2-dən T-ni tapıram. Kök altında 2H bölünsün J. 2 vur 125 bölünsün 10. Cavab eləyir. Buradan məsələn 125, 10-a böləndə olur 25. 5 saniyə sonra gəlib yerə çatacaq. Deyir, neçə metr bölü saniyə sürətlə
çatacaq. V0 0 olduğuna görə V JT-yə bərabərdir. J10 zamanım 5 olacaq 50 metr bölünsün saniyə. Sürətinə gəlib yerə çatacaq. Baxaq 6-ya. Sürtünməsiz ortamda H yüksəkliyindən buraxılan cisim yerə 8 saniyədə düşür. H hündürlüyün bizdən soruşur. Deyir, hansı hündürlükdən düşübdür. Mənə burada deyir ki, 8 saniyədə gəlib yerə çatır. Birinci V0 0 qəbul edirəm və T nə qədərdir? 8 saniyə. Gəlin, T bərabərdir 2H bölünsün J düsturundan. Qoyaq yerinə tapaq. 2 vurulsun H bölünsün 10 bərabərdir 8-ə. Kvadrata yüksəlsək 2H bölünsün 10 bərabərdir 64-ə. 2H 640, H-ım isə olacaq 320 metr. Yəni 320 metrdən bizim sərbəst buraxılıbdır. Baxaq 7-yə. Sürtünmələrin önəmsənmədiyi ortamda X və Y cisimləri şəkildəki konumlardan eyni anda sərbəst buraxılırlar. Buna görə X cismi Y-dən neçə saniyə sonra yerə düşəcək. Hündürlükləri verib, T bərabərdir 2H bölünsün J düsturundan yerinə qoyub tapa bilərəm. Gəlin birinci TX-i tapaq. 2 vur 245 bölünsün 10. 2-ni 245'ə vuranda olur 490. Ona da böləndə 49. 49'dan da çıxır 7. İndi gəlin TY-i tapaq. 2 vurulsun 125 bölünsün 10. 250 ona böləndə 25. Buradan da çıxır 5. Deməli TX 7 saniyədə, Y 5 saniyədə yerə gəlib çatır. Deyir X cismi Y-dən neçə saniyə sonra yerə düşəcək? 2 saniyə sonra yerə düşmüş olacaq. Baxaq 8-ə. Şəkildəki cisim H yüksəkliyindən sərbəst buraxıldığından sonra 50 metr bölü saniyə sürətlə yerə dəyir. Sürtünmələr önəmsənmədiyinə görə H-ı tapın. Baxaq. Yerə 50 metr bölü saniyə sürətlə dəyir və 0-da 0-dır. Və bərabərdir V0 plus JT-dən V JT-yə bərabər olur. V0 metr 0-a. 50 bərabərdir 10 vurulsun T. T-də nəyə verir bizə? 5 saniyə. Mən tapdım ki, 5 saniyədə yerə gəlib çatır. Mənə yüksəkliyi soruşur. Yüksəkliyi də soruşanda H bərabərdir JT kvadratı bölünsün 2 düsturundan yerinə qoyub həll edirəm. 10 vurulsun 25 bölünsün 2 da mənə verir 125 metri D variantı olacaq. Baxaq 9-a. Sürtünmələrin önəmsənmədiyi bir ortamda K nöqtəsindən sərbəst buraxılan cisim L-dən 20 metr bölü saniyə sürətlə, M-dən 30 metr bölü saniyə sürətlə keçir. Məndən hündürlüklərin nisbətini soruşur. Cisim sərbəst buraxılır. İndi baxaq. Deyir ki, K-dan elə. Baxın bura. 20 metr bölü saniyə sürətlə keçəcək. Baxın, V0 0 idi, gəlir neçəyə? 20-yə. Deməli, V bərabərdir JT-dən neçə saniyə sonra gəlib elə çatır? 2 saniyə sonra. Deməli, bura müəyyən bir T1 zamanı sərf edir. Aha. İndi K-dan M-ə gələndə isə 30 metr bölü saniyə sürət keçir. Deməli, K-dan M-ə neçə saniyədə gəlir? JT-dən tapırıq ki, 3 saniyədə gəlib çatır. 3 saniyədə gəlib çatır. İndi mən K-dan M-ə, K-dan elə hündürlükləri tapacağım. Birinci baxaq. H1 bərabərdir JT kvadrat bölü 2. 10 vurulsun. Zamanım 2 kvadratı olacaq 4 bölünsün 2. Olacaq 20 metr. Deməli, mən H1-mi tapdım 20 metrdir. H2-mi yox. Mən K-dan M-ə, yəni H1 plus H2-ni tapacağım. Çünki H1 plus H2 hündürlüyünü 3 saniyədə keçib. Deməli, 10 vurulsun. Zaman nə qədər? 3. Kvadratı olacaq 9 bölünsün 2. Olacaq 90 bölü 2 45. Deməli, K-dan M-ə bu 45 metr düşüb. Mən H1-mi tapmışdım. H1-im 20-dir. H1-im 20-dir. H2-mi tapanda nə edirəm? H1 plus H2-dən çıxıram H1-i. Düzdürmü?
Yəni 45-dən çıxıram 20-ni, qalır 25. Deməli mənim h2-mdə nə qədərdir? 25-dir. Nisbətləri soruşur məndən. 20 bölünsün 25. 5 ixtisar gedir 4. Burada qalır 5. Olur 5-də 4. A variantı. Bizdə deyir, K-dan sərbəst buraxılan cisim L-dən 20 metr bölü saniyə sürətlə, M-dən 30 metr bölü saniyə sürətlə. Bu deməkdir ki, K-dan L-ə gələndə sürəti 20 metr bölü saniyə olub. K-dan M-ə gələndə isə 30 olub. Yəni L-dən M-ə yox. K-dan M-ə 30 metr olur. V bərabərdir JT-dən də yerinə qoyub tapırıq ki, K-dan L-ə 2 saniyə sərf edib. K-dan M-ə 3 saniyə sərf edib. Ondan sonra hündürlük düsturlarını yerinə qoyub rahatlıqla məsələmizi həll edirik. Baxaq ona. Kütlələri 3M, 2M və M olan X, Y, Z cisimləri şəkildəki konumlardan sərbəst buraxılırlar. Sürtünmələr önəmsənmədiyinə görə cisimlərin yerə çarpma hızlarının böyüklükləri nisbətini tapın. Cismin yerə çarpma sürəti. Gəlin düsturu yazaq. V kvadrat bölünsün 2C'dir. Bu düstur belədir ki, V kvadrat çıx V0 kvadrat bölü 2C. V0'ın 0 olduğuna görə bax, düstur olur bu şəkildə. V-mi tapanda kök altında olur 2CH. Onda V ancaq H-nın kök altısı ilə düzüm mütənasib asılıdır. Yəni, kütlədən asılı deyil. Onda H harda çoxdursa, sürət də orada çox olacaq. Harda çoxdur? Z-də çoxdur. VZ böyük olacaq VY-dən, o da böyük olacaq VX-dən. Yəni olacaq Y variantı. Baxaq 11-ə. Sürtünmələrin önəmsənmədiyi bir ortamda X və Y cisimləri H1 və H2 yüksəkliyindən sərbəst buraxılırlar. X və Y cisimlərinin yerə düşmə sürələri sırasıyla 3T və 4T'dir. H1, H2 nisbəti məndən soruşur. Gəlin tapaq. Bax, H1 hündürlüyünü X cismi 3D müddətində gəlib. Onda H bərabərdir. H1 bərabərdir. JT kvadratı bölü 2 düsturundan qoyaq yerinə. J vurulsun. T nə qədərdir? 3T kvadratı olacaq. 9T kvadratı bölünsün 2. Y cismi üçün baxaq. H2 bərabərdir. JT kvadrat bölü 2-dən yenə J vurulsun. T 4T'dir. Kvadratı olacaq 16T kvadratı bölünsün 2. Mən H1-i H2-yə bölüb məsələmi həll edəcəm. H1-i bölürəm H2-yə. J vurulsun 9T kvadratı bölünsün 2. J vurulsun 16T kvadratı bölünsün 2. 2'lərim ixtisar getdi. J'lərim ixtisar getdi. T kvadratlarım ixtisar getdi. Qaldı 16'da 9 olacaq A variantı. İkinci məsələyə baxaq. Sürtünmələrin önəmsənmədiyi ortamda H1 və H2 yüksəkliyindən sərbəst buraxılan X və Y cisimlərinin yerə dəymə sürətlərinin 2V və 5V'dir. H1 bölü H2 nisbətini bizdən soruşur. Baxın, V kvadratı bölünsün 2J düsturundan mən yenə qoyub yaza bilərəm. Gəlin H1 üçün yazaq. Birinci cisim 2V sürəti ilə yerə dəyir. Kvadratı olacaq 4V kvadratı bölünsün 2J. H2 üçün yazsaq olacaq 25V kvadratı bölünsün 2J. H1'i H2'yə də bölürəm. Olacaq 4V kvadratı bölünsün 2J. 25V kvadratı 2J qalxır yuxarı. İxtisar gedir. V'lər və 2J'lər qalır. 25'də 4 olacaq Y variantı. 13'ə baxaq. X və Y cisimləri yerdən 8H və 18H yüksəkliyindən sərbəst buraxılırlar. Sürtünmələr önəmsənmədiyinə görə cisimlərin yerə dəymə sürətlərini tapın. Yəni baxaq. Deməli, K cismi yerə 8H hündürlüyündən yerə dəyə görə hansı vaxta çatacaq? JT kvadratı bölü 2 düsturundan T'nin yerinə 2H bölü J yaza bilərəm. TK bərabərdir. 2 vurulsun. H-ın yerinə yazıram. 8H bölünsün J. Olur kök altında 16H bölünsün J. Belə saxlayaq. İndi baxaq. T elə.
2h bölünsün j düsturundan 2 vur 18h bölünsün j. Olacaq 36h bölünsün j. H böl j'ni gəlin t ilə əvəz eləyək. Elə buradan çıxsın 4t, buradan da çıxsın 6t. Nisbətlərinə baxsaq. 4 bölünsün 6. İxtisar gedir 2-yə qalır. 3-də 2. B variantı olacaq. 14-də. Sürtünmələrin önəmsənmədiyi ortamda K nöqtəsindən sərbəst buraxılan bir cisim K-dan elə T1 vaxtında gələcək. El cismindən M-ə, baxın, K-dan elə T1, eldən M-ə T2 sürəsində gəlir. T1 bölü T2 nisbəti məndən soruşur. Bu məsələni gəlin belə həll edək. K-dan elə T1, eldən M-ə T2 vaxtında gəlib. Və 0-da 0-dır. Gəlin, sərbəst düşmək üçün hündürlük düsturumuzu yazaq. H bərabərdir. JT kvadratı bölünsün 2. İndi K-dan el üçün yazaq. K-dan elə gələnə qədər nə qədər hündürlük düşüb? 4H düşüb. J zamanda T1. Olur T1'in kvadratı bölünsün 2. Mənə eldən M-i verib. Eldən M-ə T2 vaxtında gəlir və 5H hündürlük düşüb. Bunun üçün ən rahat yol nədir? K-dan M-ə neçə hündürlük düşüb? 4H, 5H. 9H hündürlük düşüb, düzdürmü? 9H. J nə qədər vaxt sərf edib? T1 plus T2 vaxt sərf edib. T1 plus T2'nin kvadratı bölünsün 2. Tərəf-tərəfə bölək. Rahatlıqla cavabı tapacağıq. Tərəf-tərəfə bölək. H-lar ixtisar gedir, J-lər ixtisar gedir, 2-lər ixtisar gedir. 4 bölü 9 bərabərdir. T1 kvadrat. T1 üstə gələk T2 kvadrat. Kvadratlardan azad eləyək. Olacaq 3D2 bərabərdir. T1 bölünsün T1 plus T2. Çarpaz vuraq. Olacaq 2T1 üstə gələk 2T2 3T1'ə bərabərdir. T1 keçirdək bura, qalacaq 2T2 bərabərdir T1'ə. T1'i T2'yə böləndə olacaq 2. Yəni D variantı olacaq. 15'ə. Eşit karelərə ayrılmış düzləm üzərində K nöqtəsindən sərbəst buraxılan cisim tez süre sonra L nöqtəsindən keçir. Sürtünmələr önəmsənmədiyinə görə sərbəst buraxıldıqdan 2T süre sonra cisim harda olacaqdır? Yadda saxlayın. Sərbəst buraxılırsa bir cisim başlanğıc sürətsiz sərbəst buraxılırsa. Birinci T müddətində 5 metr gedəcək. Ona bir T vaxt sərf eləyəcək. İkincidə 15. Yenə müəyyən T vaxt sərf eləyəcək. Üçüncüdə 25. Yenə müəyyən bir T vaxt sərf eləyəcək. Dördüncüdə 35. Yenə T vaxt sərf eləyəcək. İndi deyir K-dan ilə. Yəni bu 5 metri T vaxtına gedib. İndi 2T sürədə harda olacaq? Yəni T, 2T. T üstə gələk T 2T elir də. Artıq 15 düşməlidir. Məsələn, K-dan ilə 5 gəlibsə, 1, 2, 3. Olacaq 15. Hamısı 5 hesablasaq gəlir, bura P nöqtəsində olur. C variantı olacaq ona görə. 16'ya baxaq. Bir cisim sürtünməsiz ortamda şəkildəki konumdan sərbəst buraxılır. Cisim AB arasını, baxın buranı 2 saniyədə keçdiyinə görə H kaç metrədir? Bax, bir yol başa saldım sizə. Dedim, bax, sərbəst düşmə zamanı bu metodu tətbiq edin. 5, 15, 25, 35, 45, 55, 65. İndi deyir ki, 2 saniyədə 120 metr gedib. 55 ilə 65'i toplayanda 120 etmir. Baxın, 2 saniyə. Hərəsində T, yəni 1 saniyə vaxt sərf eləsə, ümumi 120 metrə 2 saniyə sərf etmiş olacaq da. İndi mənə deyəcəyim, AB arası 2 saniyə olduğuna görə bu H nə qədərdir? 55'e gələnə qədər baxın, nə qədər yol gedib? Bunları cəmləməliyəm ki, mən bu H hündürlüyümü tapım. Bunları da cəmləyəndə olur 125 metr. A variantı. Heç bir düstur tətbiq etmədən bu metodla rahatlıqla tapa bilirik.